Fəxrəddin çox cazib insandır. Hətta məsafəli görüntüdən belə ruhu və nəfəsi çox cazibdir. İnsanlar klinik ölüm keçirən insanlar Raymond Mody'nin söylədiyinə görə onlar geri qaydanda ancaq iki işıq görürlər. Ağ və qara. Seçim etmək olsaydı hansı rəngi seçərdiniz? Nə və nə qaranı. Sizin sözünüzü xatırladıram. Mənim üçün yerlə göy arasında bir vasitədir qadın. Bax, bu fikir mənim üçün çox maraqlı. 48 il bir yerdə olduğum və məni qabaqlayıb dünyasını dəyişdiyim o qadın mənə qadın nədir olduğunu çox şey öyrətdi. Azmalar çox olub sizin həyatınızda. Böyle bir fikir var. Deyirlər ki, insanlar klinik ölüm keçirən insanlar Raymond Mody'nin söylədiyinə görə onlar geri qaydanda ancaq iki işıq görürlər. Bir ağ, o ağ işıq ki onları aparır. Bir də geri dönəndə qara işıq var. Ağ və qara. Seçim etmək olsaydı hansı rəngi seçərdiniz? Nə və nə qaranı. Beylivan, əzizim. Biz bu dünyaya gəlirik və iki şeyi bilmirik. Nəyə görə gəlirik və nəyə görə gedirik. Elə ağla qaraya bənzər bir şeydir. Amma onun üçüncüsü var ki, o bizim üçün böyük bir sirdir. Yəni, biz onu istəsək də bilməyəcəyik. Yəqin biz buna məhkumuq. Yəqin məhkumuq, elə belədir. Ona görə o üçüncünü çox bilmək istərdim, amma Yaradanın öz qanunları var. Ona görə artıq mən o ağı qaranı yox, ağ qara məni seçib. Məndən asılı deyil. Mən istəsəm də, istəməsəm də bu sadəcə insanın bir, necə deyək, öyrənməyi və yaxud belə bir şey ola bilər. Çox maraqlı bir fikir var. Deyir ki, Tanrı rəsimlərinə ad qoya bilməyən bir rəssam kimidir. Yaratdıqlarının sanki tam olaraq missiyasını mı deyim, yaxud da planını mı deyim, yəni isimləndirən, adlandıra bilmədən yaradıb. Bu mənə daha çox yaxın gəlir fikir. Yəni, həyatımızın bir başqa məqsədini anladığımız halda bir tamam başqa səmtlərə gedib çıxırıq. Azmalar çox olub sizin həyatınızda. Soruş mənə, sən kimsən? Kimsən sən? Böyük bir sistemin, düşüncənin, fikrin, qurumun, sistemin, metodologiyanın böyük, anlaşılmaz. Onun nə ölçüsü var, nə yuxarısı, nə aşağısı, nə sağı, nə solu var. Bax, o böyük zamısılın bir tozun dənəsiyəm mən. Amma vacib bir dənəsiyəm. Mən də sən.
Niye göre biz vacib? Çünkü onu biz oradan götürsek bütün sistem dağılacak. Ve ona göre benim fikrimce, düşüncemce Tanrı bilerekten her şeyi. Benim masamın üstünde Kur'an, Bibliya, Tora, El-Gazai ve çok sevdiğim iki şair. Arsen Aleksandr Tarkovski, bir de Ramiz Rövşən. Baxmayaraq deyir ki, mən bir tozam yer üzündə, amma azadam yer üzündə. Ama azadam yer üzündə. Ve bak, ben o tozun o dənəsiyəm, ama vacibiyəm. Bütövlükdə insan yaranmış insan, yəni hamımız yaradılmışıq insanıq və bizi idarə edən əsas vacib meyarlardan biri də əxlaqdır. Əxlaq əslində insanın bir vizit kartıdır, bilmirəm və yaxud da ruşeyimidir, bilmirəm. Yəni istənilən halda onu idarə edir. Amma çox zaman nə görürük? Bu əxlaq olduğu kimi deyil, bir başqalarına başqa cür sərgilənən əxlaq var. Əslində başqalarına nümayiş elətdirilən, sərgilənən əxlaq saxtadır. Və saxta insanlar və ümumiyyətlə saxta əxlaqlar bu son zamanlar sanki daha çoxalıb. Necə müşahidə edib, necə həzm edirsiniz bunları? Ben düşünürüm ki, nedir azadlıq? Benim için azadlıq cəmiyyətin və kimdənsə təsirindən asılı olmamaqdır. Amma əxlaq və tərbiyə normalarını əlbəttə ki, güdərik. Əxlaq, ümumiyyətlə mənim üçün əxlaq nədir? Əxlaq norması ilk növbədə sənin özündən, şəxsin həyata olan münasibətin. Mən istəmirəm deyəm ki, təhsil, mədəniyyətin, biri var daxili mədəniyyət, biri var öyrənilmiş bıçaq, vilka mədəniyyəti. Xeyr, onlardan asılı deyil. Bu insanda ya var ya yoxdur. Ya var ya yoxdur. Əslində Allah bizə, mən elə gəlir ki, Allah bizə baxmaq istəyir, seçmək istəyir. Görək biz nəyi seçirik, biz hansı səmtə gedirik, nəyə üstünlük veririk. Onun verdiyi nə qədər geniş azadlıq olsa belə, o azadlığın içində, o çərçivənin içində nəyə üstünlük veririk, bizi tanımaq üçün ona bax, bu təcrübə poligonunda elə bil sanki baxmaq istəyir, görək biz özümüzü nədə ifadə edəcəyik və oradan artıq əxlaqımız da formalaşır, azadlığımız da və dediyimiz həmin o iblis məsələsində də gəlir çıxır, şeytan da biz əslində içimizdəki boşluqlarla vurur. Nəyi deyirlər et və yaxud etmə yox, içimizdə boşluq haradadır, onu seçirik və artıq o kimliyimizin portreti yaranır. Tarantinanı təbii ki, Tarantinadan danışmaq, yəni bəhs etmirəm. O çox maraqlı bir fikir söyləmişdi. O fikir mənim o vaxtdan beynimdə qaldı ki, siz necə düşünürsünüz kino, teatr əslində nə deməkdir? Bizim real həyatda eləyə bilmədiyimiz, real həyatda sübut eləyə bilmədiyimiz, çəkə bilmədiyimiz, ifadə eləyə bilmədiyimiz şeyləri biz bax bura, filmə və teatra gətiririk. Və bütövlükdə bu bir səhnədə, kino, belə deyək, filmin çəkildiyi kameranın arxasındakı o motor deyiləndən sonra gedən, o səsi gələn lentin yaşama prosesində də biz nəyi ifadə edirik? Həyatda edə bilmədiklərimizi mi köçürdürük, yoxsa həyatilik illüziyasını yaradırıq? Çox gözəl, çox maraqlı. Fərq yoxdur. Hansı formada, hansı poetikayla, hansı bir baxımla. Ümumiyyətlə, rejissura elə gəlir ki, eyni yazar, yazıcı, şair, bəstəkar kimi bir daha da böyük bir sənətdir. Üzr istəyirəm, inciməsinlər. Nəyə görə? Çünki tutalım, dramaturq və yaxud yazıcı nəsə yazır, rejissor onu götürür. Rejissor ona öz baxışı ilə yaxınlaşır. Tarantino bunu yığıb bir formaya və onu göstərərək bizdən deyir hər şey asılı. Bizik hər şeyi yönəldən. Biz insanlar özümüz. Və əgər mən onları yığdım bura, mən nəticəni sənə verdim, sən o nəticəyə baxdın, sən mənim ardımca getdin, sən tarixi də unutdun, hər şeyi də unutdun. Tarixi yazanlar insanlardır, başqa bir şey yoxdur. O ki qaldı, tutalım, inkişaf məsələsi. O ikinci sualımıza deyirsən ki, Tanrı bizi yoxlayır falan.
tamamilə səninlə razıyam. Nəinki yoxlayır. Hətta artıq son zaman tələsdirir də bizi. Çox Artıq güclü tələsdirir. Çox Təsəvvür haqlısınız. edin ki, 24 saat əbədi bu dünya durandan var. Yəni bir sutka. Mən görürəm saat eynən gedir. Amma işıq, qaranlıq çox tələsir. Əvvəllər çatdıra biləcəyim o işi eyni müddətə, eyni zamana indi çatdırmaq olur. Nə baş verir bilmirəm. Çox bərk tələsdirir bizi. Elə tələsdirir ki, artıq bələkdə olan uşaq o telefonu məndən yaxşı bilir. Mən çaynikam. Sanki yer kürəsi bir daha çox tez O da var. fırlanır. Biraz artıq. Yəni o hər mənada da, yəni ki, Yəni yetişir də artıq ona zaman. görə deyirəm ki, biz o tozun bir dənəsi, vacib bir dənəsi, yoxsa duran yerdə bizi niyə yaratmışdır? Bunlar təsadüf deyil. Bunlar hamısı biz də o sistemin, o skemin, o metodologiyanın sadəcə bir mexanizmiyik. O qəribə bir söz var, yaşamaq, dünyaya gəlmək mütləqdir, ölmək isə zərurətdir. Yəni bu elə həmin o ardıcıllığın bir davamı kimi. Allah rəhmət eləsin, Rasim Ocaqova. Ocaqov mənim ömrümün kino fəaliyyətimin müəyyən bir başlanğıc və bəlkə də özülünü, əsasını qoyan bir rejissor idi. Hələ mən ona yetərincə qulaq asmadım. Yəni qulaq asaydım daha tez gələrdim kinoya və bəlkə də daha davamlı olardım. Ona görə onun gedişindən də sonra mənim də orada qalmağım mənasız oldu. O çox maraqlı bir söz demişdi sizin haqqınızda mənə. Demişdik ki, Fəxrəddin yeganə aktyordur ki, plastilin aktyordur. Onu istədiyin formaya sala bilərsən. Amma mən tamam bunun əksini bir başqalarından eşitmişdim ki, Fəxrəddin çox cıhal aktyordur. Fəxrəddindən yol getmək mümkün deyil. Fəxrəddindən iş görmək mümkün deyil. Fəxrəddin istənilən anda sənə istənilən, belə deyək, yarı yolda qoyub gedən bir aktyordur. Çox yarı yolda o təhqirdir. Mən hələ elə şey eləməmişəm. Yəni ki, fikir təbəddülatına qədər fikir ayrılığı mümkün. Çox təşəkkür edirəm bu ümumiyyətlə bu Rasim müəllimi yada salmağa görə. Qəni-qəni rəhmət eləsin. Rasim müəllim mənim həyatımın tam dəyişdirən bir şəxsiyyət, bir insan idi. Mənim həyatımda iki gözəl müəllim olub. Çox gözəl, böyük bir insanlar olub. Teatr müəllimin Vaqif İbrahimoğlu, baxmayaraq ki, biz onunla çox yaxın dost, sənlə danışıb, gecələr də olurdu ki, qalırdıq bir evdə, sabaha kimi işləyirdik, söhbət edirdik. Ümumiyyətlə, səhnəyə çıxıb yerişimi, danışığımı mənə elə də nə olub. Amma Rasim Ocaqov mənim üçün bu illüziya deyilən kinonun o pərdələrini açdı. Mən ora böyük bir sevinclə, razılıqla qəbul eləyərək bütün onun sirlərini, yəni bütün də olmasa sirlərini mənə açıb göstərirdi. Rasim müəllim mənim həyatımı tamamilə yer, göy qədər dəyişdirdi. Rasim müəllim olmasaydı, mən tam bunu bugün də çəkinmədən məsuliyyətlə deyirəm. Bəlkə mən çəkinməyəcəkdim heç. Çünki məni Rasim müəllimə qədər bir çox bizim rejissorlar dəvət edirdilər, amma çəkmirdilər. Nəyə görə çəkmirdilər? Çünki onlar Rasim müəllim deyildilər. Çünki çəkmək üçün sən gərək ilk növbədə inanasan. İki şəkili qoymuşdu qarşısına, ilk filmim idi, Park filmi. İkisinə də baxırdı. Biri Rodion Naxapetov, artıq tanınmış bir aktyor və Rasim müəllimin filmində Bağlı qapı arxasında orada artıq çəkmişdi və mənim gənc şəkilimi. Və Şevdə xanım, Allah can sağlığı versin, vaxtaşır telefondayım, danışıram Rasim müəllimin həyat dostu, yoldaşı, sevcəsi, qarısıyla, Şevdə xanımla. Və Şevdə xanım deyir, gəlirdim, gedirdim, oturub, baxır o iki şəkilə. Deyirdim, ay Rasim, kim Tibet etməli ki, bu uşaq nəyin adımdır? Rodiondur, təkmisən filan. Rasim müəllim deyirdi ki, ya, bu uşaqda nəsə var. Və cəsarət elədi.
cəsarət elədi, məni çəkdi. Və sonra 6 filmi də mütəmadi hər il öz filmində çəkdi. Mən yarı yolda qoyduğum, getdiyim dedikləriniz o insanlara indi mən, yəni özləri bilərlər o. Nəyə görə elədi bunu Rasim müəllim? Gözümə mi aşiq idi? Yoxsa mən nəsə başqa bir xeyr, sadəcə Rasim müəllim bunu bacarırdı. Və nəyə görə deyib plastilin kimidir? Mən onu sənə deyim. Mən ruhumun qapısını, sən məni yaxşı tanıyırsan. Hər zaman baxmayaraq, bugün mənim 67 yaşım var, 68-ə keçirəm. Mən ruhumun qapısını hər zaman açıq qoymuşam. Mən heç vaxt bağlamamışam ruhumu. Özümə qarşı, özümün təbiətimə, ruhuma qarşı çıxmamışam. Yalanı xoşlamıram. O ki qaldı, ağır adamdır, prinsipialdır, sonra deyirlər, kapriz deyirlər, nə bilim nə. Mən sadəcə öz sənətimin, öz peşəmin fədaisiyəm. Mən çox məsuliyyətlə yanaşan işimə, peşəmə bir adamım. Və bunu da qarşımdakindən tələb edirəm. Təəssüflər olsun Türk demişkən, maalesef bu insanlar yalnız ona görə Fəxrəddin belədir, Fəxrəddin elədir deyə bilərlər. Yox, məncə bu yaxşı bir şeydir ki, insan haqqında çox kəskin və kontrast fikirlər var. Rasim müəllim bir söz demişdi mənə sonlarda. Dedi, bilirsən, sənin hansı xüsusiyyətin ən vacibdir mənim üçün? Dedim, bəs mənim nədir? Dedi, məsuliyyətin. 6 filmdə çəkilmişik, heç bir filminə mən. Təsəvvür elə 6 film, bu ən azından 7-8 ildir. Əlbəttə. Heç bir işində mən bir dəfə də olsun gecikməmişəm. Bir dəfə də olsun işə gəlib hazır olmamağımı göstərməmişəm. Mən tələbkaram özümə qarşı. Mən sizi demirəm çox yaxşı tanıyıram, amma məncə tanıyıram biraz. Və tanıdığım Fəxrəddin Manafov yaxşı mənada və sənət, iş, aktyor, təbii ki, biz bu rakursdan baxacağıq. Nümunə olmaq çox çətin məsələdir, amma nümunəsiz, yəni bu anlamda mən o təzadlı fikirləri nümunə... Əstəğfurullah, mən heç vaxt onu düşünməmişim. Mən yaxşı, bir Yox Teatrının 30 illiyi idi və indi deyəcəm, yəni bunu indiyə kimi bu fikri heç vaxt bölüşməmişəm sizlə. Ondan əvvəl də Vaqif müəllimin bir tamaşasını bərpa edərək repertuarda mütləq Vaqif müəllimin hansısa bir tamaşasını saxlamalıdır, yox, teatrın repertuarında olmalıdır deyilən bir fikri mən irəli sürdüm. Və təbii ki, truppa yığılaraq ondan sonra o şamı yandırmalıydı. Buna nail ola bilmədik. Və yubileydə bu artıq mütləq bir hala gəldi və çoxları çağırmayın, yığmayın, amma köhnə yoxçuları, əslində köhnə və təzə yoxçu yoxdur, mən yenə bu fikri təkrar edirəm. Bu insanları bir yerə yığmaq və yenidən ən azı necə tamaşa hazırlamışdısa, son çəkdiyi rəsm nə idisə, o rəsmi bərpa etmək cəhdində bulunduq. Və orada mən böyük və əsas gücün çiynini alıb apardığınızı gördüm. Ona görə o nümunə olmaq dediyim məsələ insanlar haqqında həmişə təzadlı fikirlər yaradır. Bu normal bir şeydir. Sizin münasibətinizi öyrənmək istədim. Və bir də sizin kino qəhrəmanlarla bağlı bir fikri öz gəldiyim qənaəti deyirəm. Mən elə gəlirdi ki, Rasim Ocaqovun qəhrəmanları olan həmin o hər filmdəki bir qəhrəman var idi. Onun içindən, sizin içinizdən Ocaqov boylanırdı. Bu, mənə elə gəlir ki, ən böyük uğur buydu ki, rejissor özünü o aktyora köçürə bilirdi və aktyor da eynən həmin o həm fikrinin və özünün sintezini verə bilirdi. Bu mənada mən filmə baxanda illər keçdikcə daha tez-tez mən bunu hiss edirəm. Çox təşəkkür edirəm bu fikrə görə. Bu tamamilə doğrudur, bu belədir. Bütün qəhrəmanlarınızda, üzr istəyirəm, bütün qəhrəmanlarınızda filmdən indi bəhs edəcəm, bir qadın faktoru önəmli keçir. Mütləq. Qabaqladın məni. Mən ona görə, mən artıq başa düşdüm. Buyurun. Və sizin sözünüzü xatırladıram. Mənim üçün yerlə göy arasında bir vasitədir qadın. Bax, bu fikir mənim üçün çox maraqlıdır. Yerlə göy vasitədir. O elədir, indiyə kimi qalır, əbədi də qalacaq. Mənim son işığı gördüyüm öndə
o dediğin o ışığı gördüğüm ve karanlığa gittiğime kadar. Ama ondan sonra ne olacak bilmem. Rasim Əlim büyük bir rejissor idi. Büyük düşünceye malik, ruhuya malik olan bir insan idi. Əsl kino rejissor idi. Bak yarın götürək. İstəyirsən Binona götür, Spielberg'i götür, ne bileyim böyle Tarantino'nu götür, Tarkovski'ni götür. Kim istəyirsin götür. Böyük rejissorlardan söhbət gedir. Evet. İmzasını koyar. Eğer fikir vermişsinizsə, bütün rejissorların çektiği filmlerde ister istemez bir mevzu durur. Ve bu mevzunu hey elə açmaq istəyirlər. Onu açırlar mı, açmırlar mı mümkün değil. Rejissorlar dünyasını değişir, ama mevzu kalır. Mevzu qalır. Rasim Əlimin ilk filmini götürək. Tütək səsini. Eğer fikir vermişsənsə Tütək səsinə, sonralar bütün filmleri olduktan sonra ben gördüm ki demə Rasim Əlim artıq Tütək səsində bütün gələcək filmlərinin hüceyrəsini qoymuşdu. Neden danışmaq istedi, neden bəs etmək Hamısı istedi? var idi orada. Tütək səsindən sonra eğer mən çəkildiyim filmləri götürsək, hətta o birisilər də vardı, ama mən çəkildiyim filmləri 6'sını da götürsək, 6'sının da orada hüceyrəsi, o toxumu var idi. Qoymuşdu ora. Bir dəfə çox diqqətlə bir baxsan görəcəksən onları. Bu artıq rejissoranın mən hara gedirəm idi. Bilirdi. O 100% bilirdi ki bu aktördən nə istəyir. Bu sadəcə aktörü bir necə deyərlər, var iki forma var da. Biri var tipaj, biri var aktör. Tipaj saysız hesapsızdı. Aktör tek tüktü. Rasim Əlimin bütün filmleri artık orada kurulmuştu, koyulmuştu. Ve o bilirdi. Niye, neye göre, ne için çekir. Ve onu maraqlandıran, narahat eləyən ve eğer fikir vermişsənsə, bir dənə də kadın obrazı bütün filmlerini götürsək, belə deyək də, yalnız qalib çıxır qadınlar. Qalib. Götürsək, bütün kadınlar ve hamısında ister kişi karakteri obrazı olsun, ister kadın, hamısında Rasim Əlimdir. Geyimi Rasim Əlimin geyimidir. Ben dedim Rasim Əlim, baxın, bu niye mən qoymam bir frant falan belə? Dedim, yani minimalizm, minimalizm bu onun en büyük uğurudur ve en büyük, ona göre Yeni qəhrəmanlar gətirdi. Ona görə qəhrəmanları yeni baxış seçimi idi, onun baxış seçimi. Qadın sizin üçün kimdir? Fəxrəddin Manafov üçün qadın kimdir? Sizə dəhşətli dərəcədə vurulan qadınlar, sevən qadınlar, pərəstiş eləyən qadınlar. Hətta baxmayaraq ki, qəhrəmanlarımız heç də həmişə qalib və məğrur qalmırlar. Amma bunlara rəğmən sizə bu boyda qadın, belə deyək, bir toplu sevgisi yönəlir. Mehriban, 48 il, resmi 44, 48 il bir yerde olduğum ve beni qabaqlayıb dünyasını değiştiğim o kadın, mənə qadın nədir olduğunu çok şey öğretti. Deyirlər ki, qadın, çok üzür istəyirəm. Yani kadın kişiden ağıllı olmamalı, kadın falan. Aksine. Vay da çok güçlü bir şəxsiyyət idi. Vay da çok ağıllıydı. Çok zekalıydı. Çok okumuşdu.
çox intellektual idi. Çox istedadlı idi. Çox maraqlı bir insan idi. Vayda dünyasını dəyişəndə mən bir sözü dedim, özüm də şaşırdım. Mən dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Kadın bir sir sözü demək istəmirəm, bir gücdür. Onu oxumaq, onu qaldırmaq, onu anlamaq mümkün deyil. Heç cürə. Kadın mənim üçün ən azından mənim bunu dəfələrlə demişəm, bir də təkrar edeyim. Mənim əxlaqımdır. Mənim yerişimdir. Tanışığımdır. Kadın məni tərbiyə eləyir. Kadın məni bir dəfə Mikelanjo'dan soruşurlar ki, sən necə eləyirsən ki, tam bütöv bir mərmərdən elə bir canlı bir deyir, mən heç nə eləmirəm, sadəcə artıq mərməri yonuram. Nə qədər təvazökar, nə qədər. Bax, qadın, mən özümdən danışıram, yəni məni insan olmağa, ilk növbədə hansı mənsub olduğum, yəni üzr istəyirəm kişi xeyli ağıyamsa, o olmağa tələb edir. Tələb edir. Hətta. Əslində teatr bizim üçün arzularımızı, həyatdan aldıqlarımızı, görmək istədiklərimizi, yəni real hadisələri real imitasiyadan çıxardır, qopardır. Yeni bir dünya, yeni bir başqa bir dünya deyərək orada tapmağa yönəldir və biz əslində onu göstəririk. Özünüzü 100% ifadə edə biləcəyiniz, faiz sözü yerində deyil, özünüzü tam ifadə edə biləcəyiniz, etdiyiniz hansı obrazda ki, o, belə deyək, o möhürə bərabər bir şeydir ki, mən düşünürəm ki, artıq bu səhifəni çevirmək olar. Əlbəttə ki, ilk növbədə klassik olsun. Amma mənim üçün fərqi yoxdur nə əsərdir. Mənim üçün fərq və istək bir şeydədir. Məni narahat eləyən bugün, indi, bu saat, daxilimdə, düşüncəmdə onu həll eləməsəm də mütaliə eləyə bilsəm, analiz eləyə bilsəm, onun üstündən keçə bilsəm də belə bir material. Mənim üçün fərqi yoxdur. Teatr mənim ən ağrı və ən bayram olduğum bir məkandır. Mən soruşuram hərdən gənclərdən, deyirəm ki, aktyorun səhnəyə çıxıb, səhnədə oyun oynadığı o an nədir ən vacibi? Bax, nəyə görə aktyor səhnəyə çıxır? Bir şeydir. Cəmi bir şey. Aktyor orada çıxmalıdır. Tamaşaçını övqatdan övqata, övqatdan övqata ataraq yekun qarşıya qoyulmuş nəticəyə gətirmək. Biz bilirik də bunu, sən indi velosiped icad eləmədin. Eləyə bilirsən, misalı var. Amma nə ilə eləmək lazımdır? Bunun sistemi var, bunun metodologiyası var. Mənim rol dəftərimdə, əgər kimsə baxır, partituraya bənzəyir. Mənim öz artıq znaklarım var, xəttlərim var. Bax, burada belə, burada niyə görə, burada diavtomatizat, burada filan, burada filan. Əgər sən ona hazır deyilsənsə, sən səhnəyə çıxıb sadəcə teksti deyəcəksən, biraz orada maalesef, bu da var. Filan və çıxıb gedəcəksən. Yox, elə deyil. Aktyorluq bir riyaziyyətdir. Aktyorluq bir injeneriyadır.
Bəli. Yəni onu eləməsəm, mən o emanasiyanı tamaşaçıya göndərməsəm, ondan o emanasiyanı ala bilməyəcəm. Cəmi 3 dəqiqədən 7 dəqiqəyə kimi çəkir. Əgər sən bu müddət ərzində tamaşaçının əlinə aldın, ala bilmədənsə almadın, batdı. apara bilməyəcəksən. 2 saat olsun, 5 saat o tamaşa olsun, o köçüb çıxıb gedəcək. Dəyərlər var. Biz istəsək də necə olmalıyıqsa, hərdən içimizdə bayaq dediyimiz ya var ya yox məsələlər var da, onlar bizi istiqamətləndirir. Mən tez-tez xatırlayıram niyəsə bu ifadəni. Dostoyevskinin sözüydü. Deyirdi ki, mənə desələr ki, İsa bir şeydir, həqiqət başqa, mən həqiqəti yox, İsa'nın yanında qalacağım. Çünki İsa mənim üçün inanc və inamdır, həqiqət isə həqiqətdir. Həqiqət sizin üçün nədir? Çox müdrikcəsinə yaşamış bir insandan bu dəyərləri soruşmaq istəyirəm. Mənim üçün ən vacibi, ən böyüyü düşüncədir. İlkən düşüncə. Mən buna inanıram. Sufilik deyil. Amma bəlkə də mən sufili çox xoşum. Amma bax, o buradadır. Mənim yaradanım da, məni yönəldim də. Hamısı burada. Buradan gəlir bura, bütün o etapları keçəndən sonra o qaytarır, deyir, bunu elə. Necə yaşamısınız indiyə kimi və necə yaşamaq istəyirsiniz? Mehriban, əzizim, çox sevdiyim, çox istədiyim insan. Ruhuna qurban, səni çox istəyirəm, sənin ruhunu çox istəyirəm. Sən çox təmiz, sən çox dühalı bir insansın. Çox sağ ol, qarşılıqlı da. Mən bu sualına yalnız bunu deyə bilərəm ki, mən heç vaxt qarşımda elə məqsəd qoymamışam ki, nəyəsə nail olum. Əsla. Mən sadəcə qarşıma çıxan, sevdiyim, istədiyim, bax, nədir peşə mənim üçün? Ümumiyyətlə, peşə nədir sualına mən belə bir cavab verə bilərəm ki, insanın bir çox tələbatı olur. Amma o tələbatların içində elə birisi çıxır ki, o qədər güclüsü olur ki, o hamını, bütün o tələbatları yıxır və deyir, mən varam. Mənim sadəcə o tələbatım var idi. Mən gözəl futbol oynayırdım, çox gözəldi. Hətta deyirdilər ki, sən gələcəyin. Amma birdən-birə bir gün gözümü açdım, nəsə dəyişdi elə bil həyatımda. Elə bil sizi başqa bir səmtə yönəltdi. Yönəltdi məni o yana, qara fırlatdı bu yana və mən seçimimi elədim. Hələ dünən siz deyirdiniz ki, mən gözümü qırpmadan bugün gedib Qarabağı almağa gedərəm. Bu gün deyil, dünən də gedərdim, indi də gedərdim və əgər lazım olsa mən orada bir səpər kimi sadəcə bu vücudumla bax belə uzanardım, qarşısına alardım. Söhbət Qarabağdan getmir. Söhbət vətəndən və yurtdan gedir. Vətəndən, yurtdan və ondan da ən dərini. Bu 44 gün ərzində, mən bunu demişdim, bir daha təkrar eləyirəm, 67 yaşına qədər, mən son dəfə 14 yaşında çıxdım Qarabağdan. Xankəndə doğulmusunuz bilirəm. Son dəfə 14 yaşında. Bugün 67 yaşım var. Və ilk dəfə 67 yaşında mən, hətta yetini qaytaraq dala 2 ildir keçib bizim gözəl zəfərdən, mən bu qədər ağlayıb, sevinc ağlamağı ilə bu qədər, o qədər insan itirdik. Yəni, müharibə olmur qurbansız. Amma buna baxmayaraq o böyük bir sevinç, o böyük, bizdə bir şey baş verdi. Bizim ruhumuzun azadlığı oldu, baş verdi. Mənim ruhum azad oldu. O ruhun ki, məndən asılı olmayaraq, çalışırdım ki, o qapımı mən açıq saxlayıram, hər zaman qoymuram. Amma bu mümkün deyildi, çünki bu mənim yaşadığım bir yurtdur, bir məkandır. Əgər mənim bu yaşadığım bir yurtda, bir məkanda, bir çirkablıq, bir pislik, bir
istənilməz bir hallar baş verirsə, mən orada narahat yaşayacağam. Mümkün deyil orada yaşamaq. Və o xoşbəxtliyi bizə bizim ordumuz, başda bizim cənab prezidentimiz o qürurumuzu, o ruhumuzu verdi bizə. Əsas odur ki, ruhumuz o illərlə baskı altında qalan, o məhkumluq, məğlubluq yaşayan insanların indi ruhu artıq tam mərd-mərdanə baş qaldırır və tərtəmiz işıq salır. Mənim xalqım dəyişilir. Artıq o qədər qürurludular, o qədər dik gəzirlər ki. Allah ruhumuzu həmişə işıq eləsin, çəkləməsin. Amin. Təşəkkür edirəm. Bax, elə bu ruhun sahibinə, Mən təşəkkür ruhunun qapılarını açıq qoyan, həmişə onu qorumağa, təmizliyini qorumağa çalışan bir insan kimi. Mən təşəkkür edirəm və bu cümləni mütləq deməliyəm. Dəvət eləyəndə sənə dedim, indi yenə də deyirəm, tamaşaçı da eşitsin. Mehriban xanım o qədər maraqlı, dəyərli bir insandır ki, mən bura gələndə qorxu və məsuliyyət hissi ilə gəlirdim. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ ol. Çox sağ olun, minnətdarım. Sağ ol. Qəribəliyi, ədası, ərköyün hayküyü, bəzən can sıxıcı görünən həddindən ziyadə prinsipallığı, bunların heç biri onu körlamır, onun obrazına xələl gətirmir. Var elə adamlar var ki, onları redaktə etmədən, yəni bir mənalı qəbul etməyə qoymayan xüsusiyyətlərini redaktə etmədən səni özünü qəbullandırmağa meyl eləyir. Fəxrəddin çox cazib insandır. Hətta məsafəli görüntüdən belə ruhu və nəfəsi çox cazibdir.